Dedim Çınar'a, az güne çok deniz kenarı. Bitmir. Maldiv. Biz burada ıslak havada, Bakı ise bütün qarın içində Elə- də. Rahat. Dostlar, yemeğimizi görürsünüz. Görüntünü görürsünüz. O kadar qəşəngdir, o kadar gözəldir. Bu sana da mənə də maraqlı, hələ ki salatla başlamışıq. Riştər öz yerində. Bir eləyim baxas bu havaya. Düz dənizin qırağındayıq. İkinci yeməyimiz səfirəmiz. Balqabaq. Dərimizi təravətləndirəcək. Bizə baxan yoxdur. Səhərdə gedirik. Sizə özel bir seyara götürürüm. Şu anda yenildi. Axır döndük vətənimizə. Gözəllikdən o qədər bəyəndim. İnanın ki, yenə gələrik də. Çok güzel, muhteşem bir bölge. Hakikaten. Yəni bu oteli də məsləhət Otel çok sade, sakin, mağaza ve her şey var burada. Her şey. Burası sana özel bir seyara. Çamadanları belə səliqə ilə hamısını yığırlar. Baba gözləyir, oturacaq, gedəcək aeroporta. Oradan da Azərbaycan Azalla da Allah desin çocuq Bakı və Azal. En sevdiğim havalimanı şey. Oteldəki babadır. You, me. Sən və mən Maldives. Artıq aeroportdayıq. Lança gəlmişik. Bizim klasın lançıdır. Çox qəşəngdir buranın. Hər yerdə belə olmur. Amma burada hər şey ürəyin nə istəyirsə var. Rüstem meyve salatı götürdün. Yok. Hə. Mən götürərəm. Belə oturub gözləyirik. İnşallah birazdan yola çıxacağıq. Aha, ballar, əsas məsələlər. Artıq qaydırıq vətənimizə. Bir onu demək istəyirəm ki, ümumiyyətcə travel seçərkən düzgün seçim eləmək lazımdır. Niyə? Çünki bax, biz artıq neçənci səfərimizdir, Esna Travel-la gedirik. Amma inanın ki, reklama görə demirəm. Yəni, onlar o qədər işini gözəl bilirlər ki, hər şey o qədər gözəl düzgün qoşullar. Bax, otelin seçimində bizə kömək elədi. Biz başqa otel seçirdik. Getdiyimiz turlar istəyəndə onlar biz üçün təşkil edirlər. Bütün günü səyahət vaxtı bizimlə əlaqədə olurlar. Hə, Osman? Hem de otel de mükemmeldi. Denizaltı şey vardı. Ne derler? Bunlar qaz eləmirik də biz. Çox sağ olun. Ay, çok sağ olun. Yəni, o qədər. O heç də Azal da Denizaltı restoran. Azal da başdan ömrə verdi. Azal hemşi sözün değil. Azal, hə, heç. O bir brenddir. Azərbaycan brendidir. Yine de 25. yerdedir. Zarafat değil. Və mən onu demək istəyirəm ki, Maldivə gəlmək istəyən insanlar rahat şəkildə gələ bilərsiniz. Niyə? Başqa ölkələrə gedirik, dincəlirik. Hassi istirahət eləmək istəyən gələ bilər bura. Niyə? Otel gözəldir, yeməklər idealdır, seçim çoxdur. Yəni, Plus bir başı uçuş var. birbaşa uçuşdur, rahat bir də orada düşəcəksiniz. Yəni o barədə rahatçılığı, bir də ən əsası viza yoxdur. Onu da dərd eləməyəcəksiniz. Bir sözlə Maldivə gəlməyə dəyər. İnşallah qismət olar, bir dəfə də gələrdik. İnşallah. Business class Sabah. Looks like bumpy, but for your own safety, I recommend you keep your seatbelts fastened while seated. Dincəlik. On board Azerbaycan Kuşumuz neçə Airlines and saatdir bu Jet saat? wish you a pleasant flight. 8 saat var diyorsun. 7 saatlik deyil. Ha. Özümdən deyirəm, abi, bir şey deyirəm.